Bugün Ulu Önder Heydər Əliyevin vəfat etdiyi gündür, əbədiyyətə qovuşduğu gündür və baxın, həmin gündə ağacların başına nə oyunlar atırlar. Bura Heydər Parkdır, Kimyaçılar Sarayının ön tərəf. Heydər Parkla birləşik olan yol. Baxın, bütün ağacları kəsmək üçün hazırlayıblar. Çox ehtimal ki, burada obyekt düşəcəklər. Bunu hansısa alçaq eləyib və başa düşmürlər ki, kəsə bilməyəcəklər. Baxın, görürsünüz. Budur bunları. Baxın, bütün böyük, qoca, yaşlı ağaclar hamısı kəsilir. Artıq kəsirlər, zəhv edirlər. Atabankın yerində əvvəllər yaşlı ağaclar var idi. Yəni onları da kəsib yerində bant etdilər. İndi burada gözləri buradadır. Baxın, nəfsləri buradadır. İndi buranı istəyirlər, kəssinlər ki, rahat işləsinlər. Hər gün az-az kəsirlər ki, qoy külək yıxırsın, desinlər ki, külək aşıqdır. Amma elə deyil. Buradan bir dənə də ağac olsa, yox olsa, bir dənə də olsun ağac, kəsilsə, yox olsa, mən sizə söz verirəm ki, sizə burada meşə saldıracağım. Böyük bir meşə zolağı saldıracağım sizə. Həm də öz vəsaitiniz hesabına.